Nurxan, səni salamlayıram. Nəhayət ki, vaxt edib John 8-lərlə bağlı bu videonu çəkə bildim. Deməli, iki xəbərim var. Biri yaxşı, biri pis. Pis xəbərdən başlayayım ki, ucuz segmentdə Rockstrix John 8 modelimiz yoxdur. Yaxşı xəbərim bundan ibarətdir ki, nə az nə çox 6 John 8, 6 ədəd ayrı-ayrı model John 8 modellərimiz var. Başlayayım mən hal-hazırda stokumuzda mövcud olan ən ucuz modeldən. Birinci model 3399 manat, yəni 3400 manat nəqd alışa olan modeldir. Ekran ölçüsü aydın məsələ deməyəcəm. Bütün dediyi modellərin hamısında 18 düym olacaq. 3400 manatlıq modeldə deməli AMD Ryzen 9 89 40 HX-dir. Video karta burada 5068 GB-dır, 16 RAM, 1 TB M2 sürətli SSD. Ekran 2K-dır, 240 Hz tezliyi ilə. Növbəti modelin qiyməti neçədir? 3600 manat. Burada nədir? i9 24 nüvəli 14900 HX 4060 video kartanandır. 16 RAM 1 TB SSD 2K 240 Hz tezlikdə. Növbəti model isə 3799 3800 manat. Burada da 2K 240 Hz tezliyi iləndir. Prosesor burada AMD Ryzen 9 89 40 HX-dir. Video karta burada digərlərin fərqli olaraq 50-78 GB-dır, operativ yaddaş 32 GB, 1 TB-dəki M2 sürətli SSD-dir. Keçək növbəti modelimizə. Qiymət neçə olacaq? 4200 manat. Burada Ryzen 9 9-cu nəsildir. 9955 HX dünyada xod gedən prosesorlardan biridir. 2K 240 Hz qalır, 32 GB operativ yaddaş, 1 TB M2 sürətli SSD və video kartası 50-78 GB. Növbəti xod gedən John 8 modeli olacaq qiymət 4500 manat. Burada artıq son nəsil Intel Core Ultra 9 275 HX prosesoru durur. 2K 240 Hz yenə yerində qalır. 50-70 video karta, 32 GB RAM, SSD isə burada 2 TB-dır. Sonuncu ən xod gedən ROG Scar'dır. Scar 18. Burada artıq ekran mini LED 240 Hz-lə. Prosesor da burada Core Ultra 9 275 HX. RAM isə 64 GB-dır. 2 TB M2 sürətli SSD. Video karta isə burada 24 GB-dır. RTX 5090-dır. Belə. Stokumuzda olan modellər budur. Amma ki, bilməyənlər üçün deyim ki, gaming seriya notebooklar bizdə ən minimum qiymət başlayır 1500 manatdan, bitir 12000 manatdan. Bir kart, tam kart, daxil kredit keçərlidir. Nə sualınız olsa bizə yazın, böyük məmnuniyyətlə cavablandıracağıq.